Bakının mərkəzindən təxminən 23 kilometr uzaqlıqda yerləşən, müxtəlif cinayətlərdə ittiham olunan şəxslərin saxlanıldığı Bakı həbsxanasında vəzifəli şəxslər necə deyərlər, daşdan da, sudan da pul çıxarırlar. Son 2 ildə müxtəlif vaxtlarda penitensiar xidmətin Bakı İstintaq Təcridxanasındakı rüşvət, korrupsiya, fiziki və psixoloji işgəncələrlə bağlı materiallar dərc olunub. Abzas Medianın yeni araşdırması ilə məlum olub ki, indi bu təcridxana Ədliyyə Nazirliyinin yüksək rütbəli şəxsinin ailə biznesi üçün satış məkanına çevrilib. Araşdırmamız göstərir ki, 3-cü dərəcəli ədliyyə müşavirinin atasına məxsus sexdə istehsal olunan meyvə şirələri bu müəssisəyə satılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi məişət normalarının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli qərarında qeyd olunur ki, istintaq təcridxanalarında saxlanılan həbs edilmiş və müvəqqəti saxlama yerlərində saxlanılan tutulmuş şəxslərin gündəlik ərzaq normalarına ət, balıq, yağ kimi əsas qidalarla yanaşı, həm də meyvə şirəsi daxildir. Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan şəxslərə gündəlik verilən bu şirələr ayrılan dövlət vəsaitləri hesabına alınsa da, dövlət satın almaları qaydasında həyata keçirilmir. Ölkənin ən böyük saxlanma yerlərindən olan Bakı İstintaq Təcridxanasında artıq illərdir ki, məhbuslara gündəlik bonjuz, lili kimi meyvə şirələri verilir. Bu şirələr bir şəxs üçün nəzərdə tutulmuş qida norması çərçivəsində təqdim edilir. Ancaq açıq mənbələrdəki rəsmi sənədləri yoxlayanda məlum olur ki, İstintaq Təcridxanasında məhbuslara təqdim edilən bu şirələr dövlət satın almaları haqqında qanunla müəyyən edilmiş satın alma proseduru qaydasında yox, başqa üsullarla əldə edilib. İstehlakçıların hüquqları haqqında qanunun 14.3-cü maddəsində qeyd olunur ki, satıcı istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə düzgün və başa düşülən məlumat verməlidir. Ancaq təcridxanada paylanılan meyvə şirələri ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirələrin qutuları üzərində isə həm istehsalçı, həm də məhsulla bağlı yarımçıq məlumatlar qeyd olunub. Qutuların üzərində müəssisənin ünvanı kimi Binəqədi şosesi, istehsalçı kimi isə F.Ş. Qasımov L.B. yazılıb. Açıq informasiya resurslarında bu adla bağlı bir cümlədə yoxdur. Ancaq istehsalçı F.Ş. Qasımov L.B.'nin şəxsiyyəti haqqında aparılan çoxsaylı araşdırmalardan sonra onun kimliyini müəyyənləşdirmək olub. Araşdırmalarımız nəticəsində müəyyən olub ki, F.Ş. Qasımov L.B. 15.0098-2332 VN nömrəli fiziki şəxs Qasımov Lütfəli Bədəloğludur. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin rəsmi sənədlərindən aydın olub ki, bonjuz şirələri üçün əmtəə adını 2020-ci ilin 24 sentyabrında Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində yaşayan Lütfəli Qasımov alıb. Qasımov ondan bir il əvvəl həm də multivitamin şirələri üçün əmtəə nişan alıb. O, bu VN hesabı ilə Qida Təhlükəsizlik Agentliyindən də lisenziya ala bilib. Ancaq agentliyin rəsmi sənədlərini yoxlayanda məlum olub ki, Lütfəli Qasımov meyvə şirəsi istehsal etdiyi müəssisəni çörək sexi kimi qeydiyyatdan keçirib. Qida Təhlükəsizlik Agentliyində çörək sexi kimi lisenziyalaşdırılan müəssisənin əslində şirə sexi olmasını Fövqəladə Hallar Nazirliyinin rəsmi sənədləri də üzə çıxarır. Belə ki, araşdırma qrupu Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyinin 2025-ci il üçün nəzərdə tutulmuş yoxlama planını bərəxləyəndə məlum olur ki, YP 25-21-35-614 nömrəli plana əsasən Binəqədi rayonu Binəqədi şosesi ərazisində yerləşən şirə sexində də yoxlamaların aparılması nəzərdə tutulub. Müəssisənin rəhbəri isə Qasımov Lütfəli Bədəloğludur. 82 yaşlı Lütfəli Qasımov Zərdab rayonunun Gəlmə kəndindəndir. Uzun illərdir Bakıda yaşayan Lütfəli Qasımov hələ müstəqillikdən əvvəl Azərbaycan Sovet Sosialist Respublikasında çox yüksək vəzifələr tutub. Sonradan isə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Lütfəli Qasımovun hazırda müxtəlif sektorlarda çalışan 3 övladı var. Ancaq iş üzrə araşdırma qrupunun diqqətini Lütfəli Qasımovun bir övladı, hüquq mühafizə orqanlarında çalışan Elçin Qasımov çəkib. Elçin Qasımov Azərbaycan Respublikasının 3-cü dərəcəli dövlət ədliyyə müşaviridir. O, uzun illər Ədliyyə Nazirliyinin aparatında müxtəlif məsul vəzifələrdə işləyib. Sonradan nazirlikdə baş idarə rəisi vəzifəsində çalışıb. Son olaraq 2023-cü ilin avqustunda Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi vəzifəsinə təyin edilib. Qasımov 2024-cü ildə bu vəzifədən azad edilib.
ancaq 3-cü dərəcəli dövlət ədliyyə müşaviri ali rütbəsini daşımaqdadır. Rəsmi sənədlər Elçin Qasımovun həqiqi qida təhlükəsizliyi sertifikatı olmayan, atasına məxsus sexdə hazırlanan meyvə şirələrini öz tabeliklərində olan penitensiar müəssisələrə satması ilə bağlı əsaslı şübhələrə yol açır. Abzas Media əldə olunan sənədlər və aşkar olunan məsələlərlə bağlı həm Ədliyyə naziri Fərid Əhmədova, həm də penitensiar xidmətin rəisi Mirsaleh Seyidova müraciət etsə də, onların heç biri sualları cavablandırmayıb. Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 9.3.3-cü maddəsində qeyd olunur ki, vəzifəli şəxsin elmi, pedaqoji, yaradıcılıq fəaliyyəti istisna olmaqla bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu sayılır. Dövlət qulluğu haqqında qanunun 18-ci maddəsində qeyd edilir ki, dövlət qulluqçusu xidmət etdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməlidir. Dövlət satın almaları haqqında qanunun 3.4-cü maddəsində qeyd olunur ki, satın alan təşkilatların ərzaq məhsullarını dövlət büdcəsinin vəsaitləri hesabına alması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilir. 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımovun isə bu əməllərlə bağlı hansısa hüquqi məsuliyyətə cəlb olunmasına dair heç bir məlumat yoxdur.